zəngin canı qəhvə istəyir. Mən bilməm. Bu ətraf ölməsə mənə bu gey dünyada rahatlıq olmayacaq. Ay balam, onsuz da hər şey günü-gündən bahalaşır. Paltar yuana ver, xeyriyyə ver. Bezdim vallah, bezdim həyatımdan. Ey usandım. Bu nə ha? Hə? Mən qulaq asmırsan? Necə yəni qulaq asmıram bacı? 5 saatdır dərdimi danışıram, bu isə yatıb. Bacı. Mən bu sözləri havaya danışıram. Ay bacı, hər gün eyni şey danışırsan da. De görün biz səni bura niyə gətirmişik, hə? Ay heyvan! Mənə də qulaq asmıram, biz səni nə edirik, hə? Ay bacı, alan sənin, satan sən, vur təpi dalına getsin də. Ay getdi ha. Gedər bacı, gedər. Getməz. Mən bəslədiyim keçiyə yaxşı bələdim. Canım, hərif keçən il qaçıb getmişdi ya. Arxasınca qaçdın, gəl atma məni deyə yalvardın. Apo. Olan olur, keçən keçir. Pis yaxşı yenə necə olmasa kişidir də. Bu yazıq qadın. Kişisiz nə eləyə bilər axı? Heç olmasa bazar günləri parka, gəzməyə gedirik. Yeniləncəyə minirik, maşınlara minirik. Bax, keçən il aparmışdı. Bax ha, qızın orta məktəblidir. O hələ uşaqdır. Uşaq olsa da, amma bəzi şeyləri artıq ağlı kəsir. Apo, bayaq nə dedin? Qov getsin. Səncə mən bunu niyə qova bilmirəm, hə? Nə bilib bacı? Hər qadının dostu yoxmu bu xarabada? Mən ona getmək üstam deməsəydim, dalımdan da bir təpik vursaydım, el aləm mənə nə deyərdi, hə? Deyərdi, bax bir dostu da saxlaya bilmədim. Hərif qaçıb çıxıb getdi. Sigaretim var. Var bacı, var. Ay bacı, elin sözü ilə iş görəcəksən. Nə deyirlər desinlər. De görüm, normal kişi mənimlə kinoya parka gedər. Nə bilim, ay bacı. Demək asaddır. Hey bacı, elin sözü ilə özünü pəncərədən atacaqsan. Madam ki bacarmırsan, iti qovan kimi qov getsin. Nərman, harada qaldın? Allah öldürsün səni, canım qutarsın. Qəhvə nə oldu, qəhvə gətir. Ay, unuttum. Baba, ay baba, tez qəhvə gətir, O alsın ömrədə çalışır, ha? Yuxudan təzə durun. Səhər-səhər Bu işin səhər var ki, 5 dəqiqəli işdir. çalışmıram. Bura bax. Xəstəsən bu başqa iş. Ay qardaş, dükkanı əl açmamışdı. Bu açıqdır ki. Əşi nə qədər ki dərsini vermir, çıx get də. Vay. Bizim pulumuz pul deyil. Əşi get də, get deyirlər get də. Əşi baxmaq da olmaz. Əşi olmaz, olmaz, yeri. Ha, dəlisən? Çox qızışmışsan, yer get su iç. Ha, bu dəlidir ki. Əşi yer get buradan. Sən Ne olacaq bu kişi millətin aqibəti? Ay balam, səhər-səhər ikiniz ikili yalnız elə. Nərman, harada qaldın? Allah öldürsün məni. Canım tutarsın. Ay Allah, burada da rahatlığım yoxdur. Elə demə axı, qızım var. Ramazan dobulu kimi yenə nə səs küy salmısınız, hə? Səhərə qədər gürultu bağırtı öldürdü bizi. Bax, indi patron gələcək, mən sənə otağı yığışdırmamışam. Qorxdum ki, körsən, görmürsən? Təsirəm də, neyini? Patron harada olsa indilərdə gələcək. Saat 10 oldu. Dövlət məmurları da artıq öz işlərindədirlər. Bugün patron Salman üçün arası gedəcək. Öldürəcəksən mən apa? Sən də tıp olmamış qorxursan. Heç başa düşmürəm səni. Ha, deyə mən səni lap başa düşürəm. Mənim başa düşülməyəcək nəyim var, hə? Nəyim var? Xaricə gedə bilsəydim, buralarda nə etim azmışdı. İndi mən də Liviyada bir bəy idim. Altımda Mercedes, başımda tüklü papaq. Millət vəkili kimi gələrdim kəndimizə. Bura gələn gündən heç getmədin kəndinizə? Getmədim İnci bacım, getmədim. Hansı üzlə getmək? Yazıq anam xəcalətdən ölə. O namussuz cava əlində olan 3-5 qəpiyi də alıb mən aldatdı. Səni Liviyaya göndərəcəm.
Hələ də göndərir. Abo! 5 ildir ki işçi növbəsinə durmusan. O Liviyadakı tanışının vasitəsilə anana pul göndərməyə kim məsləhət verdi sənə? Belə bir fikir parmaqdan başqa kimin ağlına gələ bilər, ha? Yazıq anam elə bilir ki, mən Liviyadayam. Anama yazdığım məktubu əvvəl Liviya göndərirəm, sonra Parlağın xalası oğlu Fəhmi həmin məktubu göndərir bizim kəndimizə. Məktubun da kəndə gedib qayıtması bəzən 3 ay çəkir valla. İnci bacı, məni düşündürən anamın son məktubunda yazdığı sözlərdir. Amma neynək? Başqa çarəmiz yox. Anam son məktubunda oğlum Apo, sənin tətilin zadın yoxdur məyər? Elə hey pul göndərirsən. Amma mən sənin üçün çox darıxmışam. Bir şey fikirləş, gəl görüm səni. Apo! Apo! 5-10 günlüyə kəndinizə gel. Ananı sevindir. Elə bilirsən istəmirəm. Amma mümkün deyil. Bir üst başıma bax. Kənddə deməzlərmi ki, ay balam, bu 5 ildir ki, uzaq ellərdə çalışır. Amma hələ də yoxsulun biridir. Yalnız qarnı doyuzdur. Nə bilsinlər, mən Ankara'da çalışıram. Düzdür, Ankara böyük şəhərdir, ucu bucağı yoxdur. Allaha şükür ki, bir iş tapdım. Necə tapdım, heç özüm də bilmirəm. Arvad axtarırdım, iş tapdım. Patronumuz mənə, nə dayanıb durmuşsan? Sobanın ucundan tutsana, müsəlman deyirsən? Mən də sobanın ucundan tutdum. O tutmaqla düz aradan 5 il keçdi. 5 qoca il. Hələ də tuturam. Namusumuzu təmizlədik. O pis yola düşən bacını öldürdüm. Ey görə, əfra! Xoruz quyruğudur. Yaman qorxdun ha. Az qala ölmüşdüm. Heç nə olmaz. Elə demə parla. Ha! Ağam bağçayı xoruz quyruğuna oxşadır. Adətkardım da inci, neyniyim Bizim çayçılıq işində əsas şey reklamdır. Sizinki isə... Bala! Şəkər qoy. Baş. Sənə də şəkər qoyma, bu. Yaman ilişirsən ha. Bu Nərman orada qaldı. Səhərdən qəhvə deyə aranı qarışdırıb. Otağındadır. Bunlar Doğuşan qanıdır. Yəməndən gəl. Pelenin məmləkətindən. Ha. Təzə xəbər var. Hə? Sevim var ha, Sevim. Onun dostu Cəfər 10 günlük öz məmləkətinə gedibmiş. Qız da bundan fürsətdən istifadə edib özünə yeni dost alıb. Necə olubsa, Cəfər qəfildən Qadif görüb ki, iş işdən keçib. Sevimə aldığı qayçı ilə nə girib içəri? Sevimin yeni dostu pəncərədən güclə qaçıb canını qutarıb. Qız da salamat yer qoymuyor. Cəfər haqlıdır da, namus məsələsidir. Nə namus? Gəlir əlindən çıxırdı ara düzəldən əclafın. Günaydın. Salam aleyküm Məhtəb bacı. Deyəsən yaman üşüyürsən. Üşüyürsən nədir? Bu qışda qiyamətdə divarları ağartmaq kimin ağlına gəlmişdi? Nə vaxta quruyacaq bu divarlar? Məhtəb bacı, otağın pis gündəydi. Divarların da subağı tökülmüşdü. Təkcə mənim otağım deyildi ki, soğan. Mehtap hala, o nədir lap yapışmışsan sobaya? Günaydın. Günaydın bacım, günaydın. Say verin iç, biraz için qızışsın. Soyuqdursa istəmirəm. 2 gözüm çıxsın, bu dəqiqə dəmləmişəm. İnanmısan al yoxla. Otaqdan çıxdın. Hər girdiyin otaqda 10 dəqiqədən az oturmursan. Amma əslində sən haqlısan.
Qaşlandıq artıq. Səhər-səhər xətrinə dəyər. Əşit deyirsən də istifadə vaxtı bitdi. Artıq Mehtap nənəsəni. Mənim də bir vaxtlarım var idi. Ələyin ələnib qəlbinin göydə kullanıb. Əl çək ondan. Missouri gəmisi İstanbula gələndə bir Amerikalı mənə vurulmuşdu. Evlənmək istəyirdi. Neçənci ildə gəlmişdi Missouri gəmisi? 1946-cı ildə. İndi neçənci ildir? Özün dedin ey öz dilinlə, qocaldığın getdi. Bütün kişilər məni istəyirdi. Ancaq məni hamı növbəyə dururdu. Bir gecəm o zamanki pulla... Əşi, sənin yanına ancaq başdan xarablar gələr. Mənim yanıma indi də normal kişilər gəlir. Təkcə sənin kimilər Bax, bax, bax. Əşi, mən ömrümün sonuna dək arvadsız qalsam... Dur. Aç qapını. Aç deyirəm sənə. Ay, biç bana. Aç deyirəm sənə. Kişi sənə aç. Qoca kağıtlar! Anamdı qoca kağıtlar. Yaramaz oğraş. Sənin ananı, arvadını, kızını. Yoxdur. İt oğlu it. Şərəfsiz alçaq. Getdi. Getdi. Hara? Otağına. Yoxdur. Getdi öz otağına getdi. Çıx buradan. Xıyar. Demirəm get buradan. Adamları tanımaq olmur, zarafatlarını da anlamaq. Sən nə dəxli? Fark danışırım. Patron işdən çıxarır. Kimi? Kim olacaq? Məhtap olacaq. Doğrudan? Yalan demə. Əli qulağında xəbər gözləyirik. Təzə bir qız gələcək. Özünün xəbəri var görəsən. Hələ xəbəri yoxdur. Patron da bir yandan məni məcbur eləyir ki, mən deyim. Mən necə deyim axı? Hey bivəfa dünya. Sən yaxşı adam olsaydın, gül kimi arvadına atın İstanbula qaçmazdın. İt oğlu it, şərəfsiz, alçaq it oğlu. Sənə nə olub belə? Nə olub buna? Demişdim ağzımı açma, vallahi hirsimdən baş ayaq danışıram. Buna nə olub belə? Doğrudan da mən iblənin biriyəm. Nəsə baş verir? Mən axmağam, gərək onun arvadından söz salmayayım. Mən axmağam, axmaq. Bacı, o da insandır, ürəyində bir dərdi, bir səri var. Bu Nariman harada qaldı? Artıq aşağı düşsəydi, patron harada olsan ilərdə gələcək. Ağca dənədə yapışıb qapa bilmir. Eşitsə qırğın düşəcək. Eşitsin də. Pisliyinə danışmıram ki. Anılansın artıq. Həri pulunu sağına soluna yiyir. Hay bala, heç kişi millətinə inanmaq olar. Aydan post, erkəkdən dost olmaz. Bax, mənim nə postum var, nə də dostum. Gör nə rahatam. Öz aramızdır bacı. Sən də arvağa göz qoymuşsan. Elə deyil? Nə göz qoymaq? Bayaqki söyüşlərini eşitmədin? Bacı, nə qədər cahil olsaq da, fəqət bəzi şeyləri ağlımız kəsir. Buna cilvə deyərlər bacı, fəqət biraz eşşək cilvəsi oldu. Keyfimin ağası deyilsən ki. Amma mən bir o qədər də axmaq deyiləm. Dostum olsa da haqq hesabımız ayrı olacaq. Onun
qazancı onda, mənimki də məndə. Burada uzanıb qalsam, bir içim su verən də olmaz. Mən səhv elədim. Mən böyük səhv elədim. Gərək onun arvadının qaçdığını yadıma salım. Ağlından çıxart bacı. Vay anam var! Ne oldu bacı? Vay atam var! Bir şey olsa göre. Bu həyatda nələr olur? Desene bacı. Çox danışan arvadının dilini kəsdi. Kəsib, Necə yəni kəsdi? Kəsdi də, qəzet belə yazır. Ona görə- Bax, şəkilləri də var, bax. Bir bax. Ay balam, arvadı lap dünya gözəlidir. Belə arvadın da dilini kəsmək olar. Belə kişinin əli qurusun. Amin. Gül kimi arvadın dilini at kəs. Kəs, at küçüyə. Oxu tez Ay Allahsız, Tez ol. ay kitapsız. Maşallah bir arvadın Ha, eyni. neyiniyibsə etsin. Dili kəsmək olar. Oxu görək. Yaxşı oku. Ankara'nın Aydınlıq Evlər səmtində yaşayan 42 yaşlı Rıfkı Atmaca, 35 yaşlı arvadı və 4 uşaqları ilə birlikdə keçən həftəyə qədər xoşbəxt yaşayırdılar. Bu xoşbəxtlik Rıfkının 35 yaşlı qız dostu Gülşəni evə gətirənə qədər çəkib. Gülşənin evə gəlişi ilə ailənin üzərindən qara buludlar dolaşmağa başladı. Uşaqların qurban olaq, ata, etmə, anamıza yazğın gəlsin yalvarışlarına baxmayaraq, ata bıçağı qapıb arvadının dilini kəsdi. Hələ deyirlər ki, karakolda döyürlər. Mən onların yerine olsaydım o herifin canını alardım. Vəhşi Rıfqı ilk dindirilmədən sonra həbs edilib, mərkəzi cəza evinə göndərildi. Ataları həbsdə, anaları dilsiz qalan uşaqlara göz yaşlarsız baxmaq olmur. Yani ifadesini alıblar. Nə eşidirsiniz adamın ifadəsi kimə lazımdır? İndi zavallı arvad necə yemək yiyəcək ya? Ay Allah! Bizdən uzaq olsun. Ya Rəbbim, sən özün bizim dilimizi, burnumuzu, qulağımızı qoru ya Rəbbim. Amin, amin, amin. Dibindən kəsir. Anı yazmır. Ha, sonra. Yox əşi, dibindən kəsə bilməz. Qoy görək. Cinayət. Pis yola düşən bacısını tikə-tikə etdi. Gəldiyin gün yadındadır. İlk gün. O vaxtdan çox dəyişmişsən. Mənim də qardaşım ədəliyirdi. Öldürərəm deyirdi. Adını dəyişmişsən axı. Mehtap bacı, istədiyin qədər dəyiş özünü. Nə bilim, saçını, başını, davranışını. Üstəlik də yaşlan. Amma mən sizi yenə də tanıyaram. Çünki gözlər heç vaxt dəyişmir Mehtap bacı. Mən neynədim? İnandım o niyə? Qaçdım onunla. Ah Mehtap bacı. Hər şey nağıldakı kimi idi. 3 aydan sonra soydu məndən. Qaçdı. Qardaşım onu tapdı. 3 güllə ilə namusumuzun yarısı təmizləndi, qaldı o fahişəni tapmaq dedi. Fahişə isə mənə deyirdi Mehtap bacım. Mənə deyirdi. Necə olsa həbsxanadadır. Bir gün həbsdən buraxılacaq. Buraxılmağına da çox az qalıb. Çox az qalıb Mehtap bacım. Qızlar, sizdə pul var. Hardan? Bırakıldığı gün mən axtarmağa başlayacaq. Və mütləq məni tapacaq. Mənə biraz borç verərsən, sabah qaytararam. Qudurtma onu Nərman! Bütün kişilərə çıxafdılar! Sabah qaytararam da. Qaytarmağına qaytaracaqsan. Amma biraz özünü düşün. Əlində ovcunda nə varsa, yedizdirmə bu ayıya. Güman eləmə ki, qocalanda sənə baxar. Al, onu da götür.
Biraz da bir kızımın məktəb pulunu göndərin. İşin sonunda qaytararam. Pullarını yığ. Özünə bir maşın al. Sürücü tut. Gəlirin də cibində qalsın. 5 qəpik verdi 10 manat da almışdı. Vay yaşsız önüne bak da! Görmədim də. Gözün kör olub. Necəsən yeznəm? Çox sağ ol gəlir. Yaman şık görünürsən. Mən də bayaqdan Nərmana deyirəm ki, ye iç, Allahına dua elə ki, yeznəmiz kimi dost tapmısan özünə. Düz deyirsən. Qədirimi kim biləcək? Bunun verdiyi pula bir bax. Gündəlik xərcimizi ödəməyə də acizdir. Ala bunu da. Bura bax, belə getsə, mən özümə başqa dost tapacağam. Nədir? Mənim üçün dost tapmaq çətindir. Verdim də. Sülh var mı? Sabah axşam bilet al. Kazinoya gedək. Bu pul bəs eləyər? Hesablı vermişəm də. Eyvallah! Gülə gülə. Gecə gəl ha. Buradan da gedərik evə. Düşünərəm. Düşünərəm. Sanki gedəcək yeri var. Düşünərəm. Düşün. Yiyərsən bacımızın pullarını. Düşünərəm. Gözlü eləmə ha. Allah bilir hələ dalımızca nələr danışırsan. Mən sən çox istədiyimdən deyirəm. Ha, çox istədiyindən deyilmiş. Alo. Ora deyil. Mən də səndən anı. Eşşək oğlu eşşək. Necəsiz? Gəldim sizə bir baş çəkin. Patron hələ gəlməyib. Yox, Rüştü. Fəqarəni çəkdirmək üçün müxtəlif idarələrə gedib. Çəkdirə bilmədi hələ fəqarəni. Məhtəb bacı, rəngin yaman solğundur. Üşüyürəm. Otağıma vardıqlar. Atalar demişkən, yayda yaşa, qışda daşa oturma. Hər yanı rəhlə bilər. Yox, təkcə mənim otağım. Tir titriyirsən, ay qız, əynimə bir şey geysənə, özümü qoru. Rüştü, Hə, vallahi heç ağlıma gəlmədi. Hə. doğrudur. Kimdən eşitdin? Simsiz teleqrafdan, parlaqdan. Özünə demişsiniz, nə pis şey oldu. Apo deyəcək, Apo. Ay Apo! Sən o Livya məsələn nə oldu? Rüştü qardaş, 5 il keçdi, amma hələ bir səs soraq çıxmıyor. Getsən hədiyəm səndə. Parker Baykalı gələm. Dəvə deyil, avaram. Ay sağ ol. Apo. Mən də cərəyanlı tırtır istəyirəm. O nə olan şeydir Nərman? Bilmirsən? Ədə Hüsaməddin üçün 140 maşın deyirəm də. Məhtəb bacı, sən nə istəyirsən? Sənin sağlığını. Hər nə gətirsən qəbul olun. Apo. Apo. Otursana Apo. Sigaretten bir qullap vur görüm. Apo. Mənə də bir dəst libas alarsan. Əlbəttə alayım. Sözümüz sözdür. Kişi sözü. Anda bir gün ver şalvarını bir qızdırar. Çiyonlu necədir? Dərziliyi öyrənirmi? Bərbərliyi. Bildir 5-i bitirdi, bərbərliyi seçdi. Soruşarsınız ki, niyə? Çünki saçımız, saqqalımız hər gün uzanır. Dərzi olsaydı nə eləyəcəkdi? Bir paltarı bir ilə geyinirik. Amma ayda heç olmasa bir dəfə də gedirik başımıza. Əlbəttə, düzdür. Dərdim o deyil. Dərdim böyük oğlumdur. 16 aydır ki, əsgərlikdən gəlib. Bir işin ucundan tuta bilmir.
Kestim. Geçtim. Yuxarıdan əmr gəlir. Əmr gəlir. Bu gündən sonra qadınlar çılpaq oturmayacaq. Əmr gəlir. Başa düşmədim. Yəni qadınlar kişiləri ədəb qaydalarına uyğun şəkildə gözləyəcəklər. Rəşdi qardaş, bu işdə heç ədəb qaydaları olur. Bilmirəm, belə istəyirlər. Bu gündən sonra lüt oturmayacaqsınız, açıq-saçıq geyməyəcəksiniz. Canım, bəs malı necə satar, hə? Məyər bazarda üzümlər, qarpızlar, yemişlər, piştaxt altına qoyar? Dövlət işidir. Bilmək olur ki, bu gündən sonra küfür-müfür eləməyəcəksiniz. O da qadağandır. Bax, bu olmadı. Necə eləməyək qardaş? Belə də qadağı olar. İstər istəməz. Öyrəşmiş. Çıxacaq ağzımızda. Neynəcəli dilə, nə tövbərişdi qardaş? Yenə deyirəm, istər istəməz. Çıxacaq ağzımızda. Canım bax belə dedi. Balasın. Küfür müfür qadağandı. Siz də biraz diqqət edin, ədəbli küfür eləyin. Biz də biraz diqqət edin, ədəbli söyüşəlim. Şəxsi təşəbbüs çətin vəziyyətdədir. Canım, hər gün eşidib oxuyuram. Kim bilir? Nə deməkdir şəxsi təşəbbüs? Şəxsi təşəbbüs? Elə şəxsi təşəbbüsdür da. Yoxsa sən də bilmirsən, Bax. Niyə bilmirəm, ay balam. Bax, şəxsi təşəbbüs, yəni xərci özündən deməkdir. Necə olur elə? Elə belə də, xərci özündən. Yəni indi bizə də şəxsi təşəbbüsçü deyirlər. Nə cahil adamsınız, ay balam. Bax, biz sərmayəyik, hə? Patronlar isə şəxsi təşəbbüsdür. İndi oldu. Yəni yanında işləyənləri bir yerə yığır. Pul qazanana şəxsi təşəbbüsçü. Sən ağlına nələr gəlir? Bax, bizə ümumi qadınlar deyirlər. Demək, biz də ümumi təşəbbüsü. Aha! Şəxsi təşəbbüs gəldi. Başım bassın. Eşşək oğlu eşşək. Bacı mən... Sus! Heyvan oğlu heyvan. Demək istəmirdim. Amma görürəm mümkün deyil. Hamınız rahat sərilmişsiniz bir küncə. O biletlər dolup boşalır, Bu işin bir son olacaq. Hələ də oturublar. Qalxın ayağa. Hadi. Durun ayağa. Qapının ağzına çıxın, millət sizi görsün. Hadi. Cəmalın yaxasından zorla tutub içəri gətirməli ki, bizi görsün. Sən mənə ağıl öyrətmə ha. Səhər kişilər çox azğın olurlar. Bunu da bilmirsiniz. Saat 10 oldu artıq. Dövlət məmurları belə idarələrinə gediblər.
Deyəsən siz məni müflis eləmək fikrindəsən? Ah! Ne oldu? Ana! Ne oldu? Ana otur. O. Əsəbləşmə. Otur. Oy, kürəyim ağrıyır, oy. Ayaqlarımdan qara sular axır. Neynirəm, Məhliyə çeşmə çəkdirmək istəyirəm da. Xərcini çəkirəm, ustanı tapmıram. Bir həftədir vermədim. Rüşvət. Qovulmadığım qapı qalmayıb. O, Ana! Canını sıxma. Bu millət yaşlılıq nə qanır? Çəkdirmə. elə deməyincə, oruç tuturuq, namaz qılırıq. Dedik bir millətə xeyrimiz dəysin də. Məhlə adamları su üçün 1 kilometr yol gedirlər. Susuzluğun nə olduğunu mən yaxşı bilirəm. Mərmər hazırdır. Al oxu görün bəyənəcəksiniz. Mərmərin üstünə yazılacaq sözlər. İç suyu, ol duacı. Adınla yaşa, Xeyriyə bacı. 1983. Çok güzel. 1983 nə deməkdir? Xeyr əməlin görüldüyü gün. Gələndən gedəndən kim olub? Heç kim bacı. Bəs telefondan soruşan? Olmadı. Amma olmalıydı. Dünən gecə sənin köhnə bir dostun var idi. Bax, o gəlmişdi. Həmidə deyirsən? Yox, xəş içməyə xoşlayan deyirəm bacı. Kişilər namsışmaya xoşlayır da. Dilimin ucunda deyir. Hadi görün. Ay bacı, özü də təqaüdə çıxıb. Hansıdır? Ay bacı, əli qolu, ayaqlara səni deyirəm də, bacı. Səndə heç bir qəbli yağıl yoxdur. Məmduh dedə. Məmduh. Dilini şey arası saçsın. Məmduh. Məmduh yox. Məmduh. Bütün malım, mülküm qurban olsun ona dedi bacı. Ay yox ha, Allahın bəlası. Mənimlə barışmasa özünü öldürəcəm. Ana! Birdən özünü öldürər, ağlı çaşıb hərifi. Yox dedim ha. 5-10 quruşluq maaşını mal mülk hesab edir. Tövbə, tövbə, tövbə. Onunla danışmağa gələcəm dedi. Apo, nə gözəl təqlid eləyirsən. Afərin sənə. Buraların toz torpağını almısan? Aldım bacı. Al buraların toz torpağını. Get güzgəyə bax. Ay səni qara Fatma bak. Neyinsən? Ha? Əzizsən? Yavaşca götür, apar qoy bayra. Yavaşca qoy. Sənə nə demişdim? Bacı hələ zəng eləmədilər. Nə tapşırmışdım sənə? Bacı, Amma bugün zəng vuracaqlar. zəng vuranda deyərəm bacı. Zəng vuranda gec olar. Otaq indidən hazır olmalıdır. Mən gedirəm Məqbuləgilə. Oradan da çeşmə üçün gedəcəm. Gecə yarısı qayıdacam. Apo! Xəbər gəlmədən de ha. Deyərəm bacı. Xəbər ver də. Necə? Elə bacarırsansa sən özün de də. Mən? Hə. Məni danlasaydı deyərdim. Alo. Alo. İnci bacı.
bugün Mehtap bacımızı mən qonaq eləyirəm. Apo, al qızımın məktəb pulunu da götür. İçeri gelsene aslanım. Deyəsən, məni bəyənmədi. İtələmə. Deməli xəlamla qardaşı. İtələmə həm yerdir. Mən də varam. Hadi işimizə baxaq. Bir onun sifətinə bax. Sən girsənə. Yo, mən İncili gözləyirəm. İncidən sonra başqasının yanına getmək günahdır. İncilə nə İnci? Mən də varam, qardaş qal. Hadi baxaq görək. Ha, bu uşaq ne? Yetmə aylıqsan. Ağzından su diye gəlir hələ. Hə. Bəli. Kim? İnci bacı! İnci bacı! Telefon! Alo? Aha. Yaxşı. Ay, mən də babalını yudum. Yaxşı, yaxşı. İçəridə müştəri gözləyir. Sonra danışarıq. Tamam. Haydi. Tamam. Maşının motoruna heç nə olmayıb. Necəsiz? Əjdalarım. Gözlüyüm. İçəridəkini qov, biz də gəlir. Mən heç kimi qovmaram. İçəri girəm. Məmnun olur. Çox verin, mən də baxım. Bir dayan. Yol ver bu kişi də məni görsün. Sən nə gözəlsən. Bax, mənə yaxşı. Sən də növbəyə dur. Ağlın başından çıxacaq, söz verirəm. Aman. Haydi. Gəlirəm aslanım, gəlirəm. Kızlar, həlhələ verin, doydur. Vəlvələ verin kızlar, həlhələ verin. Nə öküz kimi baxırsınız? İçəri gəlin də. Bacı! Küf veremem, qadağandır. Adı öküz küfürdür. Heç öküzün də dəhlisi olur. İçəri gəlməyən peşman olur. Bu nədir? Aranızda kişi yoxdur bəyə. Bu ne sözdür? Ayıp oldu. Get İncidən soruş, o yaxşı bilir. Hər qul polona tava deməzlər bizim məmləkətdə. Gəlin içəri. Qızlar, həlhələ verin, haydi. Bir saatdır gözləyirik. İnci! İçəri gəlsənə aslanım. Başqalar da var. Biz varıq. Nədir bəyənmirsən? Məni bir qız maraqlandı. Adı da Sidiqədir.
Təzələrdəndir. Xeyli var gəl. Yox, mən tanımıram bəlkə. Apo! O bir evlərdə Sidiqə var. Yox bacı, bəlkə təzə gəlir. Sidiqəni axtarma. Gəl gedək içəri. Yox, lazım deyil. Niyə hamı İncili istəyir? Ona görə ki, başa düşdü? Hə? Üçün soçduna yaramaz. Sən gəldin aslanım. Bir saatdir gözləyirəm. Gözləməyinə dəyməz. Dəyməzmi yavrum? Həyatım. Sən giyinib qurtarmadın. Gəlirəm. Bir həftədir ki, görünmürsən. Yoxsa... Ona danışırsan, o məsələ barədə qətiyyən narahat olma. Apa! Apa! Bir oynaq musiqi çaldır, nəşələnək. Kocam. Teşekkür edirəm kocam. Kocam, bilirsiniz, sürücü yenə də motoru dağıdıb. Başa düşürsünüz də nə demək istəyirəm kocam. Sənə mənim canım da fəda olsun İnci. Teşekkür edirəm. Gülə gülə. Gülə. Kocam, siz niye durmuşsunuz? Gelin geçin içeri. Hadi yavrum seninle görün bir həftədə havalandırsan. Gel görün. Hanım, otağın hansıdır? Geç otağa. Get hazırlaş gəlirəm. Apo! Mən sənə nə dedim, hə? Nə dedim? Bir oynaq musiqi çaldır. Millət görsün məharətimi. Bir bizi də fikirləş də İnci. Ey Allah, sən kimsi tapılmaz. Elə mən də sizə görə getmirəm də. Milləti alışdırdıq yaxşı ticarətə. Yerimizi kim tutacaq ki? Batmışın her yeri gözəldir. Arvada bak, arvada. Oy, bombadır, bomba. Ha, gəlsin! Dışarıdan gəliş göstərin! Yorulmadın? Akşama planın nədir? Belli değil. 11'den sonra Ne olacak? əzgil yiyib boğulacaq. Bura gələ bilərsən? Gələrəm. Ac qarına gəl. Niye? Evimə gedərik. Sənə bir ziyafət verim ki, düşmənlərin partlasın. Düşmənim yok. Anda dostların partlasın. Yaxşı amma niye? Sürücü zəng eləmişdi. Dedi ki, maşının motoruna heç nə olmayıb. Motoru mən tamir etmədim ki. Ne üçün məni seçdin? Key oğlu key. Dostum olmaq istəmirsən? Bu da təzə xəbər. Sən ki dostluğa inanmırsan? Sən ya hə? Ya da yoxdur. Necə olacaq bu iş? Yaxşı olacaq. Ama bir şərtim var. Haqq hesabımız ayrıdır. İnci! Aman, kocamı tamam unuttum.
eşitdim. Muştuluğumu ver. Nə olub ki? Xaricə işçi göndərirlər. Kim? İşçi tapma şirkəti göndərir. Hara? Liviya. Ya Allah haqqı. Kaddafi dəvət edir. Amerika davaya başlasa köməyə ehtiyac olacaq. Vəziyyət gərgindir. And iç. Vallahi Dolama məni. dolama barmaqdadır oğlum. Agentlik elə indicə xəbər verdi. Hətta gedən adamların siyasını da oxudular. Bəs mən... Ha bu. Sənin soyadın nədir? Gözəl. Tamam. Sənin adını da oxudular. Aydəli, hökumət mənim adımı hardan bilir? Millət öz qəhrəmanlarını tanımalıdır. Bax, eyni ilə belə dedilər. Xeyriyyə maşallahın fahişəxanasında çalışan görkəmli mütəxəssis Abdullah Gözəl Nazirlər Kabinetinin qərarı ilə Liviyaya göndərilir. Bizə dost və qonşu dövlətdə fahişəli işinin inkişafında əvəzsiz rol oynayacağını düşünürük. Öz səni! Elə danışdın ha? Təzəmənk! Liviyada fahişəxana nə gəlmirəm? Ədə, Liviyada kişi yoxdur bəyə. Əşi, sən də... Hadi, hadi. O balaca oğlan uşaq. Məndə? Hadi. Orada. Ne axtarırsan, hə? Ne axtarırsan burada? Təsbehim düşmüşdü. Kimliğini göster görüm. Mən boyumun balaca olmağına baxma. Yaşım çoxdur. Diş kapalı bak. Ağzından süt iyi gelir. Ağzından dişiniz. Şaşı başımı xarab eləmə də. Nə istəyirsən məndən? Əxlaqımız əcəb çorlandı. Elə deyil. Elədir. Rədd ol buradan. Rədd ol. Yaxşı. İştansız. Nə oldu? Nə oldu Başı bu namussuz. Yenə nə baş verir? Kömür gönlümdə. Çıx buradan. Çıx. Nə oldu belə? Elə durma, belə dur. Elə uzanma, belə uzan. Mən sənin arvadı zatla be, ha? Arrazillik eləmə. Rədd ol Bizim buradan. pulumuz pul değil. Niyə sənin ağlın çaşıb ha? Sən qarışma ona. Ama ne dedim ki buna? Deyirəm yat. Səhər qovdu məni. Pulumu ver. Ne pula? Bir şey olmaz ki. Tamam ha yaxşı. Zilli eləmə. Sən deyirəm pulumu ver. Gəl sən koy. Anlamadım. Rədd ol. Ha. Ay sən əkən doğan tümbətin olsun. Bir qəpini ilə əkən. Mənim evimi rəzil edirsən. Bazı küfür eləmə, qadağandır. Qarışma işimə. Vururam qızıl çişinə. Heyvan. Evim sənin sayəndə dəlixanaya döndü. Gələndən gedəndən kim olur? Üstümə çımxırır. Elə bil bundan gözəli yoxdur. Əlimi sallasam əlisi, telimi sallasam tellisi yığılar başıma. Bu məmləkətdə qızdan çox qız var. Sus! Sus! Hamınızı iti qovan kimi qovacam. Nədir? İstirahat evidir? Ha? Mehtap kimisinin yeri artıq zibillikdir. Xəstəyəm də. Xəstəliyin bitmədi. Elə hey müştəriləri qaçırdırsan. Birinci qalır. Bu dükkan açana qədər başıma nələr gəlmədi. Sütül qız uşağı idim bu yola düşəndə. Bir gün bir məclisə dəvət elədilər. 2 kişi olmalıydı. Bir də baxdım ki 10-15 kişi. Yenə cınqırım çıxmadı. Yedilər, içdilər. Biri yapışdı burnumdan ki gərək bu arvadın burnunu kəsəm. Qurban olum. Başına dönüm, burnumda nə işim var dedim. Hərif bıçağı götürüb cumdu üstümə. Ağladım. Sızladım, burnumu zorla qutardım. Amma başqa yerdə ayağım getdi. Bax bu ayağım. İndi sizin nə dərdiniz ha? Nə dərdiniz sizin? Polisiniz hazır, gözətçiniz hazır, həkiminiz hazır, otağınız hazır. Naz neymətdəki boydan aşır. Bəstirin vallahi. Bağlayın dükkanı.
İnci, yeni hamıdan çox işləyən sən olmusan. Əla. Al. Al. Çox sağ ol ana. Anacan. Nərmanın da işi pis deyil, hə? Ha, 18 də pis deyil. 60-a çıxan günləri olub, Ha. Amma bircə bu qışqır bağır salmasan, hamısından yaxşı olar ala. İnci, çox sağ olun. Tamam unutmuşdum. Alo. Xeyriyyədir. Sən idin. Adı nədir? Ya, dəyişmək lazımdır ki, müştərilər içəriyə doluşsunlar. Neçə yaşı var? Əla. Narahat olma. Elə bir pullar cibindədir. Danışdığımız kimi. Əla, sağ ol. Sabah qızı gətirəcəm. Adı Cənnətdir. Dəyişmək lazımdır. Kübar ad qoymaq lazımdır ki, müştərilər içəriyə doluşsunlar. İnci, onu özünüz kimi yetiştirin. Sana. Sənədin sirlərini öyrədin ona. Təzə qız gələcək. Bura. Bura, əlbəttə bura. Gör neçə vaxtdır ki, qazancım 2 işçidən çıxır. Nəyiniyim, xərcim çoxdur. Çörək pulu, su pulu, kirayə pulu, dayı nə bilim nə pulu. Bəs otaq hansında işləyəcək? Otaq nədir? Təzə qız üçün deyirəm. Mehdar. Uzun illər bir yerdə çalışdıq. Gəl bir-birimizi aldatmayaq. Aldatmaq nədir? Sənə demədilər? Nəyi? Apa! Ha bacı. Sənə nə demişdim? Bacı mən Nə demişdim? bacı Mehdar. Uzun sözün qısası. Xeyli zamandır ki işləyə bilmirsən. Xəstəydim də. Elə indi də xəstəsən. Təzəcə sağaldım. Bu nədir? Maşa. Maşa nə üçün lazımdır? Sobaya kömür tökmək üçün elə deyil. Bəs maşasınsa fikirləşin neyini yerik? Təzəsini alarıq. Köhnənin yeri zibillikdir. Sən artıq yaşa doldun, yoruldun. İşə yaramırsan. Kişilər baxmır sənə. Bu yaşdan sonra mən nə edəcəm? Məndən küsmə Mehtap. Sənin haqqın var boynumda. Yaxşı yaman günümüz oldu. Qalmağa evim belə yoxdur. Bu gecəlik qala bilərsən, qız sabah gələcək. Bəs qarnımı necə doyduracam? Apo! Mehtaba köməklə paltarlarını yıxsın. Mehtap. Bəlkə səni görmədim. Sağ ol. Mən gələndə də hər tərəfə boya çəkmişdim. Bütün divarlara. Otağıma boya çəkildiyini duyduqda ürəyim qopdu.
içki var, biraz da şokolad. Ged onları gətir bura. Cənnətə yeni bir ad fikirləşək. Allah belə bizimki kimi. İnci, sənin əsl adın nədir, hə? Yeri deyil Nərman. Sidiqə deyə birini soruşurdular. Kim? Gözəl, göyçək, yaraşıqlı bir igid. Hansı evdə çalışdığını öyrənmək istəyirdi. Mənim əsl adım Sidiqədir. Ne oldu? Kimdi? Ha? Ne tez oyanmışsan səhər-səhər. Dur sobanı yandı. Sobanın kömürü hazırdır. Bircə alışdırmaq qalır. Səhərə qədər Sidqi gəldi, öldürəcək mən dedi. Nə özü yatdı, nə də məni qoydu yatmağa. Can bala. Soruşan onun qardaşı deyir ki, bu məmləkətdə bilirsən nə qədər Sidqi adlı qadın var? Qocaların çalışdığı yerdə də biri var. Məğlubənin yanında da Sidqi adlı qadın var. Bəs birdən o sidq olsa necə? Ha? Əşi, söz sənə necə geç çatır? Sidqinin həbsdən çıxmasına hələ 2 il var. Kim dedi? İnci. Hasan da niyə qorxur, ha? Nə bilim, qorxu canına hopub. Oğlum, hökumətin işini bilmək olmur. Dustaq özünü yaxşı aparanda 5 günü 3 gün sayırlar. Bir də baxırsan ki, vaxt tamam olub. Sidqi, adam öldürdüyü üçün həbsə düşüb. Bir də ki, o incini belə tez tapa bilməz. İndicinin kəndindən gələn olmuşdu. Onlar xəbər gəlir. Əşi, kəs artıq. Bezdin bu Sidqinin əlindən. Gəlsin bu işə bir dəfəni son qoysun. Bəlkə onda canımız qutara. Heç zarafatın yeri deyil. Sən Mehtapdan danış, De görüm onun axırı necə olacaq? Pul yox, ev yox, çörək yox. Yox oğlu, yox. Çox çətin məsələdir. Xeyriyyədə heç insaf yoxdur.
Bu qışda qiyamətdə hara getsin yazıq qadın? Çeşmə çəkdirmək əvəzinə gəlib gözəlçələrinə yer dursun. Kim olacaq? Kilimçi, xeyriyəni deyirəm. Yenə Ramazan dubulu kimi nə səs gül salmısınız, hə? Nə olub? Sən nə züy tutursan? Öldürəcəksən mən Apo! Mən neyiniyim axı? Görmürsən onu? Apo, tanımadığın bir adam görsən, mütləq mənə xəbər ver. Yaxşı. Nə qorxaq Fatmasan. Bu məmləkətdə nə çox sidiqə. Bir Apo, bir də sidiqə. Daş atsan Apoya dəyər. Səhər başlamayın. Ne görüm qardaşın harada yatır? İsparta qapalı cəza evində. Eşitmirəm. İsparta qapalı cəza evində. Ha? İtləri eləmə daha. Parmağım. Marağımdan partlayacağım axı. Mənə nə? Parlaq, səni çox istəyirəm. Ona görə gecə dalını çevirib mənə yatdı. Oğlum, yorulmuşdum. Haydi söyle görün. Yox, olmaz. Oğlum, bugündən sonra bütün geceler bizimdir. Haydi söyle, söyle. Masanın üstündə nə var? Telefon. Oy soğuk, dur zənki. Kime? İsparta həbsxanasına. Ben onlara ne diyeyim axı? Nə ağılsız qadınsan? Əpəlsən əpəl. Ağlın olsaydı buralarda nə işin var idi? Qardaşının nə zaman çıxacağını sorur. Kimden? Kardeşimden? Ha, nə zaman öldürəcəyini də sorur. Sparta həbsxanasının müdüründən soruş ki, Sidqi, soyadınız nədir? Taşkın. Ay sağ ol. Sidqi Taşkın nə zaman çıxacaq deyə soruş. Müdürün şəxsi işi, kağızı mağızı var stolun üstündə. Şappadan, şərappadan cavab verər. Ay sen ne akıllı herifsen. Bütün günü belə fikirlərsəm yanıma düşməzdi. Çok sağ ol Parlaq. Həbsxananın nömrəsini bilmirəm axı. Əşitdən insan bacarmayacaq. Alo, günaydın. Bağışlayın, məlumat bürosudur. Deyirəm, məlumat bürosudur. Siz orada nə işləyirsiniz? İsparta həbsxanasının müdürü ilə. Nə? Hərb bəhər? Yaxşı, yaxşı, deyirəm. Deməli, intimin iyisi. İyisi. Seksin sesi. Pozğunun pesi. Ahmaq, rahat. Alçaq, yani İsparta. Başa düşdün? Canım gözüm, təcil. Nə? Axşam? Onda təcili tarifləyin. Soruş gör necə? Pul vacibdir yoxsa həyat? Təcili ver, təcili. Nə? Axşam? Əşital olmuşsunuz, elə də gecə, belə də gecə. Canım gözüm. Əvvəl həbsxana ilə birləşək, sonrasını özümüz həll edərik. Sən mənim canım biraz tez elə. Gözləyirəm. Aferin sana. Hay gözəyə. Heç tanırsan? Hı? Utanırsan? Bugündən etibarən mən sənin məşuqən yox. Sevgilinəm. Arvadınam. Senden bir daha var.
Çay gətirir. Gətir. Mənə də gətir. Boş. Liviya ilə danışırdınız? Yox canım, şəhər daxilinizə sifariş vermişik. Bəs o boş boğaz niyə özünü cırırdı, ha? Bir də ona boş boğaz demə. Bugündən etibarən o mənim dostumdur. Ərimə söz deyənin atasını yandıraram. Bağışla, bilmədim. O elə buradadır. Ki, Mehtabı deyil. buradadır. Bura bax, sənin heç kimin yoxdur. Nə demək istəyirsən? Pulun var, hətta maşının da var. Hə, var. Nədir? Yoxsa baxıllığın tutur? İşindəki maşallah xod gezir. Sözünü de. O zavallı qadını yanına götür. Nə? Həm sən tək qalmazsan, həm də ev işlərində sənə kömək eləyər. Dünyanın dərdi mənə qalır. Savab qazanarsan. Ürəyin yanırsa özün götür. Mən götürərdim, ancaq qızımın təhsili Hüsamməddin. Anda başqalarına görmüş olma. Hadi ho! Biri qaydadır. İkisi cana faydadır. Üçü nəsli, dördü bəsli. Çıxdı 5-ə, vur 15-ə. Yavaş yavaş qılığıma girirsən, ha? Nərman, olar başqa yerinə də. Yerə. Özü zarafat eləyirəm. Apo, xoşbəxtlik üçün insana daha nə lazımdır? Səhər, başlama yenə. İnci! İnci! Nə var? Çay gətirmişəm. Nə olur? Gözlə də. Ölümlükdür ki. Mən gözləyirəm, heç çay buza dönür. Gəlirəm. İnci! Yenə nə var? Çay gətirmişəm. Dünəndən qalma çayı bizə soxuşdurursan? Nə? Hə, Apo, yadımdan çıxmışdı. Sənə məktub var. Yalançının var. Anam canı, Rüştü harda olsa bu saat gətirəcək. Nə məktubdur? Kimdəndir? Anamdan gələn məktubu bir həftə bundan qabaq almışam. Mən nə bilim, Salam Meleşim. Əleyküm əssalam. Bu sənədir. İnci, işlərin necədir? Rüştü qardaş. Rüştü qardaş. Yəqin eşitmisən. Son günlər sevgidən yalan çox danışır. Eşitmişəm, ancaq inanmağım gəlmir. Amma hər halda qulağın səsdə olsun. Üzdən tanısaydım, yaxşı olardı. Ancaq bura gələnlərin hamısı qeydiyyatdadır. Yenə də xahiş edirəm. Diqqətli olun. Qorxma. Bir quş da kəsə bilməz bura. Keçsə də yaxşı yoxlamadan sonra. Silahsız. Qurban olun. Gəlib gelinə göz qoy. Rüştü qardaş. Bütün məhəllənin sakitliyini biz qoruyuruq. Allah eləməsin bir iş baş versin. Kimin baş ağrıyacaq? Əlbəttə bizim. Ona görə də narahat olma. Sənin həyatın sədaqətli əllərdədir. Apo, məktubda nə yazırlar? Bilmirəm. Necə yəni bilmirəm. Yazıb oxumaq bilmirsən. Bura ver mən oxuyaram. Hörmətli Abdullah Gözəl. Məlumat üçün bildiririk ki, sizin xaricdə işləməklə bağlı 1978-ci il tarixli ərizəniz öz müsbət həllini tapdı. Bununla əlaqədar 1983-cü il mart ayının 27-sində saat 14:00-da xaricə ezam olunmaq üçün təşkilatımıza gəlməyinizi xahiş edirik. Ay Allah! Axır gəlindi! Dalın. Fətullah Habacı, müdür M. nöqtə. Bu M nə deməkdir? Ən müvəkkil deməkdir. Təbrik edirəm. Dayan, hələ məktub bitməyib. Şəxsiyyət vəsiqəni və bu məktubu gətirmək vacibdir. Ürəkdən təbrik edirəm, Apo. Görəsən nə qədər rüsum ödəməliyəm, hə? Məktub vergi müfəttişliyindən gəlməyib ki.
Səni xaricdə işə dəvət eləyirlər, Apo. Hacı! Gəlirəm Apo. 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 Mənə bir dəst libas qoyun olmusan ha. Gətirərəm. Bəs hara göndərlər, hə? Onu yazmayıblar Apo. Bəlkə Səudiyyə Ərəbistanına. Səudiyyə Ərəbistanda nə var? Apoya iş təklif eləyiblər bir bax. Əminsən ki, məktubu sənə göndəriblər? Əlbəttə onadır. Bax, yazılıb. Hörmətlə Abdullah Gözələ. Düzdür. Nömrə və tarix də yazılır. Axır ki, səndən canımı qurtaracam. Rüştü qardaş, bax, bu sənindir. Niyə? Üstünüzdə haqqınız var. Rüşvətdir. Yox, mən ömrü boyu rüşvət götürməmişəm, götürmərəm də. Əşinə rüşvət, halallıqdır, götür. Biz hökumət adamlarıyıq. Bizə olmaz. Olmaz dedim mən sizə. Əşi siz qürəkdən verirəm, götür. Dedim ki, olmaz. Bilsələr başımıza it oynaşarlar. Olmaz dedim mən sizə. Hər şey düzdür. Amma Səudiyyə Ərəbistan haqqında heç nə yazılmıyor. Yox, burada yazılmır. Bu bizim öz təklifimizdir. Apo, Səudiyyə Ərəbistan çox isti ölkədir. Ora getsən, papaqsız evdən bayıra çıxma. Niyə? Heç burnunu belə çıxartma. Deyirlər, kölgədə 65 dərəcə isti olur. Günün altında isə 165. Təzyiqin varsa getmə. Mən sizdən qorxan deyiləm. Onsuz da gedəcəm. Bir də orada içmək qadağandır. 1 qram da olmaz. Sonra deməsən ki, səni xəbərdar eləməmiş ya. Adam elə kökə salırlar ki, qutquş yesə yaxşıdır. Onsuz da mən içən deyiləm. Belə də ki, bayramdan bayrama. Elə düz deyirsən Apo. Orada belə bir qanun da var. Nədir? Oğruzda əl kəsirlər. Ondan betəri də var. Cinsi... Hə. Divindən kəsirlər ha. Aha, bədbəxt olarsan. Onsuz da bayramdan bayrama istifadə edirsən. Ay səni! Bəlkə sən Ərəbistana göndərmirlər, ha? Məsəl üçün elə, Libiya, Almaniya. Almaniyadan fəhlələr çıxardırlar. Necə? Avstraliya başqa məsələ. Orada kenguru doludur. Apo, sən heç kenguru görmüsən? Yox. Görməmsən? Onda bir güzgüyə bax. Hə? Mənə oxşuyur. Ay sən! Zənnincə, Səudiyyə Ərəbistan düzəlsə daha yaxşı olar. Müqəddəs torpaq yaxındadır. Ziyarətə gedərsən, hacı olarsan. Hacı? Apo! Bəh, bəh, bəh! Necə də gözəl səslənir. Hacı! Apo! Kim hacı olmaq arzusundadır, hə? Əşi, oxu. Apo, mən heç nə bilmirəm. Mənə zəmzəm suyu gətirərsən. Gətirərəm, mütləq gətirərəm. Nərman, Burada ölkə haqqında məlumat yox da. Nə olsun, Necə yanına olsun? Bəs marka mühüm? Hə? Qandı? nə? Kim yazır? Düşdük gə... Hay. Heç tanırsınız? Utanırsınız? Rüştü kimi ciddi adamı yoldan çıkarırsınız. Utanırsınız? Qalçaçın oğlu üçün iş söz verdim, o da razılaşdı. Ay səni! Yaramazan xalaq! Bura gəl! Məni sanırsan sən? Mən sənə göstərirəm! Məni sanırsan canım! Vicdansız! Sənə! Eşək zarafatlar da eşək zarafatlar! Yazıq uşaq gələcəyini fikirləşir. Sən sonra elə salmısan, hə?
öküz kimi güclüdür. Belə adamlarla zarafat eləmək olmaz. Zarafata bax ha! Mən sənə göstərirəm! Dəli olmuşsun. Axı biz dostuq, ürəyinə salma. Səninlə zarafat elmirdi də. Apo, özü az qalmışdı ki, mənim sevgilimi boğasan. Ada könlünü almaq istəyirdi də. Həbsxanadandı. Alo, bəli. Yox, hələ gəlməyib. Mən İnciyəm. İnci! Aha. Hə, yeri hazırdır. Baş üstə. Gələndə deyərəm. Oldu. Sağ olun. Aha. Kim idi? 2 saatdan sonra gələcək. Təzə qızı deyirəm. Apo! Apo! Nə var? Məhdab xalanı oyat. Vaxtı. Necə də hirslidir. Kişi mənlə ilə zarafat eləmək olmaz da. Araba qalsın belə həyatı, belə yaşayışı. Günaydın. Sabahın xeyir. Necə yatdın Mehtap bacı? Ölü kimi. Çamadanına kömək eləyim. Yox, içi boş. Xeyriyə gəlsəydi, getməliyəm. Niyə gözləyirsən ki? Elə belə. Öyrəşmişəm ona. Uzun illərdir bir yerdə çalışır. Adamlar bir yerdə çalışırlar, dərd sərlərini bölüşürlər. Sonra isə hesablaşma vaxtı gəlib çatır. Allah Teala'nın huzurunda imtahan verməli olurlar. Bəlkə kiminsə xətrinə dəymişəm, helal edin. Məhdab xala. Məhdab xala. Halal eləyirəm. Mən də halal eləyirəm Mehtap bacı. Məhtəb bacı. Bəs hara gedəcəksən, hə? Dünən sən bir böcək öldürmək istəyirdin. Xeyriyə qoymadın. Sən də götürüb onu qapının dalında qoydun. Mən belə bir yol tapmağa çalışarım. Allah köməyin olsun Məhtəb bacı. Gedim çamadanımı yığım. Mehtap xala. Sən Allah məni bağışla. Səni yanıma götürə bilmirəm. Qızımın təhsili, Hüsaməddin. Sənin otağın hansıdır? Sənin otağın hansıdır? İş adamın yeridir. Ay, niyə bağırırsan? Ərim yuxarıda yatıb. Arvad tapılmır. Eşi get də. Deyirəm ərim yuxarıda yatıb da. Ətəyini tutub zorla içəri gətirmişəm. Niyə rədd elədin? Başım qarışıqdır. Nə baş verir ha? Sənin işinin adı nədir? Harda işlədiyinin fərqindəsən? Sənin o yaşın niyə indiyənə qədər sənin otağında köpür? Ha? Sənin otağında nə kazıb onun? Bura oteldir, yoxsa Nəcib qızlar pansiyon? Gör saat neçədir? Ha? Bəsdir!
gözün qalmasın. Hamı çıxıb getsin öz evinə. Bəs mən? Axmaq. Sənin evin var. Bacı. Evin var sənin. Bacı. Evin var. Bacı. Bəsdir! Yetər! Sən mumla qancıq. Susmayacağım. Daha dözə bilmirəm. Çıxıb gedəcəm bu xarabadan. Nərman, bəsdir, lazım deyil. Nərman. Elə bu dəqiqə oynaşını qov getsin. Allah! Qovmayacağım. Qoyuna qədər yatır yatsın. Demək belə oldu. İndi mən onu pilləkənlərdən qızıldadaram. Ona görərsən. Qoymaram. Bəsdir. Yetər. Dözə bilmirəm artıq. Çıxıb gedəcəm bu xarabadan. Ağzın nədir? Borçların var. Canın çıxana qədər işləyəcəksən, borcunu ödəyəcəksən. Onun içində ki borç bitmir. Son olacaq bu işin ya yox. Borc sənədlərini özün imzalamısan. Səni məcbur eləyən olmayıb. Ha. Qazandığım pulların yalnız işlərini mənə çatır. Belə getsə, qocalan vaxtımızda məktəb kimi küçələrdə qalacaq. Malı bey, nə səs küy salmısınız? Qoy yataq da. Sənin gülmə şəkər arvadın getməyə hazırlaşır. Gəl borçlarını ödə, cəhənnəm olsun. Məndə pul hardandır? Onda dilini qoysun. Dilini qoysun. Qarnına. Səndə cəhənnəm ol buradan. Hava yiyən köpəyə. Baba, məndə pul olsaydı burada nə qələt eləyirdi? Bura bax. Rədd ol buradan. Nə demək istəyirsən? Onu demək istəyirəm ki, rədd ol. Sonra özün peşman olacaqsın. Çıx, cəhənnəm ol buradan. Sənə görə mən dükkanımı dağıtdım. Dükkana bir bax. İt daxması. Zəlim, İftaxor. Məni bu xarabadan çıxaracaqdı. Qızım altı olacaqdı. Ah səni. Olmaz. Bəsdir, yetər. Daha dözə bilmirəm. Çıxıb gedirəm buradan. Borçlarını ödəyəndən sonra. Mənim borcum zadım yoxdur. Fahişə. Qudurdun? Əl uşaqlı küçədən götürdüm səni. Yetizdirdim, içizdirdim. Qızını məktəbə qoydum. Bu da sağ olun. Ha? Əclafın biri. Sağ olun. Getmək istəyirsən? Ha? Get. Get görüm necə gedirsən. Bütün fahişəxanalara zəng vuraram. Heç kim səni götürməz. Qızınla küçələrdə qalıb padvallar qalır. Nərman! Bacı! Əclaf. Xiyar. Tuza qoyulmuş xiyar. Mən sənin kimi fahişəni qoz qabığına salaram. Allah! Sən bir buna bax. Həyatsız. Sən bir... Ay ləkər! Sən elə getməsən, ha? Çamadanımı yığırdım. Ələyimə dolaşma. Təzə qızın gəlməyinə az qalır. Səni gözləyirdim. Niyə? Sağollaşmaq istəyirdim. Sənin borçlarını silmişəm. Borcun zadın yoxdur. Verməyə də heç nəyin yoxdur. Al. Hadi. Olar çamadanım burada qalsın. Mən iş tapana qədər. Olar. Apo. Çəmədanını gətir. Mən Məhbulə gilə gedirəm. Təzə qız gələndə mənə zəng vur. Anacan. Ana. 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 Nərmana hirslənmə. Əsəbləşmə. Anacan, xahiş edirəm, bağışla onu. Haydi ana, bağışla. Anacan, bağışla, hadi. Bağışla Nərmanı. Təzə qız gələndə 3 əjdaha kimi işləyəcəksiniz. İstanbulda belə bir evin sahibi vergi rekordu göstərib dövlətdən təxri fərman alıb. Görək, siz nəyə qadirsiniz, hadi? Bacı, hara qoyun? Nə bilim, tılloralara. Mehtap xala! Mehtap xala! Təbrik edirəm. Bəxtin var imiş. Lazım deyil. Lazım deyil.
Ona iş tapmışam. Özüm ölüm, Sevim xəstəxanadadır axı. Sahibəsi ilə danışmışam. Deyir qoy gəlsin, onsuz da otaq boşdur. Özüm ölüm belə dedi. Aman Allah. Gedəyi gözləyirlər. Axı Sevimin məktəbdən heç xoşu gəlmir. Əşi, o işin bu işə nə dəxli var? Bu da yalan çıxsa. İnanmırsan, get yoxla. Götür çəmədanı onlara ged. Orada hər şey bəlli olar. Hadi. Yıxılıb ölsən, heç kim mənə inanmaz. Axı niyə heç kim mənə inanmır? Çünki özün günahkarsan. Hər sözündə iki yalan var. Necə inanaq sənə? Mehtap bacı. Düzdür. Hamısı düzdür. İşləyəcək. Düşmənlərin acığına işləyəcək. Oh! 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 İşləyərsən, qazanarsan inşallah. Ah, ah, ah. Olar. Otağımdaki şəkli götürün. Götür. Məndən sənə xatirə. Aferin parlaq. Sağ ol qardaş. Heç səndən gözləməzdim. Afərin sənə. Barışdıq. Barışdıq. Dayı bu dəfə məni hirsləndirə bilməzsin. Onda ver gəlsin. Benim dostuma bakın. Canlara değen oğlandı. Aferin parlaq. Aferin. Sidiqar! Sidqi. Axırın çətin Sidiqar. Yox Sidqi. Yalvarıram qardaş. Qardaş yox. Yalvarıram. Lazım deyil. Ano! Bu ne? Sidgini, İnci'nin kardeşi. Onu öldürmek isteyirdi. Yoxlanmışdıq axı. Qalx ayağa. Yalvarıram. Qandal lazım deyil. Lazım deyil. Qandal götürməyə imkan olmadı. Siz burada olun. Protokol yazmaq lazımdır. Düz qabağıma. Mehtap xala, sağ ol valla. Hani derler ki, kocadı. Mehtap xalaya dua elə. Olmasaydı çoxdan ölmüşdü. İşini bitirmiş ha. Çok sağ ol. Çok sağ ol Mehtap bacı. Ömrümde bu kadar çürmemişti be. Mehtap hala. Mehtap hala çok sağ ol. Hayatımı xilas elədiniz. Teşekkür ederim Mehtap hala. Hamını nahara dəvət edirəm. Ato. Hamıya bir döner sipariş elə. Ben Hadi. ikisini istəyirəm. Lazım deyil. Pulları kutuya atırsınız ha. Alo. Danışık sipariş etmişik. İspat həbsxanasından.
Əşi, İsparta. Başa düşdün? Lazım deyil, danışdıq artıq. Yaşasın mənim ərim. Dünyanın ən tanınmış kino artisti. Yaxşı, yaxşı. Gedim işləyim, yoxsa? Hadi hara geçsin? Protokollara yazmayıblar axı. Nə olsun, fit çalan kimi gələrəm.